Salam, bugün maraqlı bir sualla qarşınızdayım yine. Hansı ki bu sual çoxlarına çətin görsənir, amma biz bunu asan və sadə yolla sizə izahını verəcək. Baxalım bura. Şəkildə verilir düzbucaqlı üçbucaq abisi, hansı ki C bucağı nədir? 90 dərəcədir. Deməli, BC tərəfinin üzərində D nöqtəsi ilə qeyd olunur ki, AD parça, DA parçası gördüyümüz kimi CDY bucağının nə idi? Tənböləndir və digər verilənlərdə şəklin üzərində görsənir. DB6, YB6'dır, D7'də 4 verir. Bizdən istəyir AC parçasının uzunluğu. Bu bucağa diqqət eləsək alfa, bizə xatırladır birbaşa nəyi? Xarici bucağın tənböləni. Deməli, biz digər tənböləni də çəksək, CD'nin üzərində bir F nöqtəsi seçsək, hansı ki DF bərabərdir nə olsun? DY olsun və AD'ni birləşdirsək, üçbucaq bərabərliyinə görə onda almış oluruq ki, AD də nədir? Tənböləndir. Tənbölənin xassəsinə görə gördüyünüz kimi 4 bölünsün 3, 4 bölünsün 6 bərabərdir 2 böl 3. Bu birinci xassə bu heç. Digər tərəfdən tənbölənin xassəsinə görə onda AF də bərabər olmalıdır nəyə? AY-yə. İndi bu şərtə görə gördüyümüz kimi əgər 4 6-dırsa, onda AF-imiz 2K və AB-miz nə olacaq? 3K. Eyni zamanda AY-miz də nə olacaq? 2K olacaq. 2K. Ümumi bizdə AB-miz 3K olduğuna görə onda alırıq 3K bərabərdir 2K üstə gəl 6 və beləcə alırıq. K-mız neçədir? 6. K 6'dır. Deməli onda bizdə alırıq hipotenuzumuz AB bərabərdir nəyə? 18'ə. Və eyni zamanda AF-imiz də bərabər olacaq nəyə? 12'yə. İndi bu verilənləri burada qeyd eləsək, deməli aldıq AF-imiz neçədir? 12'dir. Və gördüyümüz kimi AB-miz neçədir? 18. Yerdə qaldı sadə hissə. Buna bir Y desək, Pifagor terimini tətbiq eləsək, gördüyümüz kimi X-in kvadratı bərabərdir. 12'nin kvadratı çıxılsın Y-in kvadratı. O da bərabərdir. Digər bütöv üçbucağa baxsınız. İndi bu üçbucağa baxmış olduq. Bütöv üçbucağa baxsaq, görərik ki, həm də bərabər 18'in kvadratı çıxılsın, Y üstə gəlməsin, onun nəyinə? Kvadratına. BC tərəfimiz Y üstə gələnə verir, 10 verir. İndi bunu sadələşdirib Y tapsaq, Y-in kvadratı, Y üstə 10'un kvadratı yazaq, asan olsun. Çıx Y-in kvadratı bərabərdir, 18'in kvadratı çıxılsın 12'nin nəyinə? Kvadratına. Və beləcə buradan müxtəsər vurma düsturunu tətbiq edəsik, 10 vurulsun. 2 üstə gəlməsin 10 bərabərdir. 18'dən 12 çıxanda 6 vurulsun 30. 6, 30, 18, onda Y-imizini alırıq 4. Y-imizi 4 aldıq. X-i də Pifagor terimi ilə gətirib burada və yaxud yerinə yazsaq, burada Pifagor terimini tətbiq eləsək, almış oluruq X kvadratı bərabərdir. 12'nin kvadratı çıxılsın 4'ün kvadratı. Burada bizə verilir 128. Deməli, X-imiz bərabərdir 8 kök altında 2. 128, 64 olur 2 olduğundan. Sonda bir şey qeyd edeyim. Yanvarın birindən miqrupları fəaliyyətə başlayır. Tədris edən müəllimlər mən Həsən müəllim və İskəndər müəllim Nərmanov. Əlaqə üçün bu nömrənin WhatsApp ilə əlaqə saxlaya bilərsiniz. Özünə güvənən və əsl riyaziyyatı öyrənmək istəyən bununla əlaqə saxlaya bilər. Sağ olun, var olun.